Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li vəliyyekel fərəc. Məkasib kitabından 439-cu dərsi oxuyuruq. Bilirsiniz ki, artıq bir müddətdir ki, biz bu kitabdan Ğina bölümündən bəhs edirik. Və axırıncı dərsimizdə mərhum Şeyx Murtəza Ənsari buyurdu ki, Ğina haramdır, istəyir Qur'an oxumaqda olsun, istəyir mərsiyə oxumaqda olsun, istəyir dua oxumaqda olsun, istəyir digər şeirlərdə olsun. Və söz gəldi, bura çatdı ki, keçən dərsimizdə bunun sirrini mərhum şeyx bəyan elədi və buyurdu, vəlhasil, bu dediklərimizin hasili, nəticəsi budur ki, ənnə cəhətəl əhkamus sələsə əni əl-ibahə vəl-istihbab vəl-kərahə la tuzahimu cəhətəl vücud. Buyurur, hasil budur. Bu üç dənə hökmün cəhətləri. Üç dənə hökm hansıdır? Əhkamul xəmsənin üçü. Yəni 5 hökmümüz var. Vacib, hörmət, ibahə, istihbab, kərahət. Buyurur, bu üç dənə hökmün cəhətləri. Üç dənə hökm, əni əl-ibahə, vəl-istihbab, vəl-kərahə. Mubah, müstəhəb və məkruh. Bu üç dənə hökmün cəhətləri la tuzahimu cəhətəl vücub avil hürmə. Vücub, yəni vacib və hörmətin cəhətləri ilə uyğunlaşa bilmir, müqavimət göstərə bilmir. Yəni, əgər bir yerdə bu üç dənə hökm ola və orada vacib və haram cəhətləri də olsa, onda o vacib və haram cəhətlər qabağa salınar. Bu üç dənə hökm oradan aradan gedər. La tuzahimu cəhətəl vücub avil hürmə. Buyurur, bu üç hökmün cəhətləri gəlib bu iki dənə hökmün cəhəti ilə müqabil dura bilməz, müzahimət eləyə bilməz, müqavimət göstərə bilməz. Fəl-hökmü ləhuma. Hökm bu iki dənənin olacaq. Ləhuma, yəni cəhəti vücub avil hürmə. Yəni vücub və haram və vacibin hökmü olacaq. Mə ictimai cəhətihima, mə ehtəl cəhətis səlas. Əgər o üç dənə hökmün cəhətləri bu iki dənə hökmün cəhətləri ilə, yəni haram və vaciblə cəm ola, bir yerdə ola. Məsələn, misalı vuraq, tam məlum olsun. Bildiyimiz kimi, bilirik ki, mərsiyə oxuyanda orada bir cəhət var. O cəhət istihbabı istəyir. O cəhət nədir?
Əhl-i Beyt məclislərində, əza məclislərində mərsiyə oxumaq. Bəs bunda bir cəhət var, o müstəhəbliyi istəyir. Həmən cəhət də ibqadır, ağlamaq və ağlatmaqdır. İndi burada Əhl-i Beyt üçün onların əza məclislərində ağlamaq, ağlatmaq müstəhəbdir. Bəs burada müstəhəb o 3 dənə hökmün biridir ki, dedik mubah, istihbab, kərahə. Bəs burada müstəhəbbin bir cəhəti oldu. O da nədir? İbqa, mərsiyə oxuyub cəmaatı ağlatmaq. Bəs bunun müqabilində başqa bir cəhət də var. O cəhətdə haramı istəyir, ya da vacibi istəyir, ya da məkruhluq istəyir, fərqi yoxdur. Bəs bunun müqabilində bir dənə cəhət var. Bu mərsiyə oxumaq ki, dedik orada bir cəhət var, müstəhəbliyi istəyir, o ibqa idi, ağlatmaq idi. Digər cəhətdən burada bir dənə də cəhət var, o da hörməti istəyir, haramlığı istəyir. O da ibarətdir nədən? Qinadan. Deməli, burada 2 cəhət cəm oldu. Bir cəhət bu oldu ki, Əhl-i Beyt məclisində cəmaatı ağlatmaq. Bu cəhət istəyir ki, mərsiyə oxumaq müstəhəbbədir. Digər cəhətdən deyir, əgər bu mərsiyə qina ilə olsa, bu da haramdır. Deməli, burada 2 cəhət cəm oldu. Bir cəhət haramlığı istədi, o ibarətdir o cəhət qinadan. Digər cəhət istihbabı istədi, o da ibarətdir ibqadan, ağlatmaqdan. Deməli, burada 2 cəhət cəm oldu, müstəhəb və haram. Müstəhəbbi istəyən cəhət və haramı istəyən cəhət. İndi bu 2 dənə cəhət görək bu birinə vuruşa bilirmi? Yəni, müqabil dura bilirmi? O ki, yuxarıda buyurdu, əgər bu 2 cəhət bir yerə cəm olsa, heç vaxt bu müstəhəb, bu məkruh, bu mubah cəhəti haram və vacibin cəhətinin qabağında dura bilməz. La tuzahimu cəhətəl vücub və hürmə. Bəs burada hökmü kimə verək? Vəl hökmü ləhuma. Burada haramla vücuba verərik hökmü. Burada indi haram cəhət oldu, müstəhəb cəhət oldu. Burada hökmü verərik harama. Yəni deyərik ki, burada mərsiyəni qina ilə oxumaq haramdır. Daha o ibqa cəhəti ki, istihbabı istəyirdi, o aradan getdi. Onun üçün deyirdi ki, bəs bu 3 dənə hökm la tuzahimu cəhətəl vücub əvil hurma. Fəl hökmü ləhuma. Hökm vücubla hürmətindir. Mə ictimai cəhətihima mə ihtəs-cəhəti səlasə. Əgər bu 3 dənə hökmün cəhətlərinin biri gəlsin vücub və haramın cəhəti ilə cəm olsa. Necə ki, bunu mərsiyədə biz bunu tətbiq elədik və qeyd elədik. Deməli, nəticə etibarı ilə mərsiyə qinanın daxilində, yəni mərsiyə oxuyasan, onun içində qina olsun, bu haramdır. Ona deyirlər ki, məhkumun bil hurmə. Bu haramı məhkumdur. Yəni, bu icazəli deyil. Çünki burada haram istəyən cəhət oldu, istihbab istəyən cəhət oldu. Və yəşhədu limə zəkərna. Mərhum şeyx buyurur, bizim bu zikr elədiyimizə şahiddir Peyğəmbərin sözü. Min ədəmi təəddəl müstəhəbbat fi zimnil muharramat ki, müstəhəbbat, müstəhəblər
haramın tərkibində əda olunmaz. Yəni orada əgər haram cəhəti də varsa, müstəhəb cəhəti də varsa, müstəhəblər haramın tərkibində əda olunmaz. Yəni mərsiyə oxumaq, cəmaatı ağlatmaq müstəhəbbədir, amma haramın tərkibində yox. Ғina ilə eləmək yox. Yəni ғinanın tərkibində bu müstəhəb əda olsun, o olmaz. Niyə? Bizim bu dediyimizə və yəşhədu lima zəkərna qovluhu sallallahu aleyhi və aleyh. Bizim bu zikr elədiyimizə şahiddir Peyğəmbərimizin, Allahın salam və salavatı olsun ona və əhl-i beytinə, onun rəyi, qovlu. Həzrət buyurdu, İqra'ul Qur'an bi əlhanil ərəb. Siz Qur'anı oxuyun ərəblərin ləhni ilə və iyyakum və luhunu əhlil fusuq vəl kəbair. Amma fisk əhli və günah əhlinin ləhni ilə özünüzü qoruyun. Yəni onların oxuduğu kimi oxumayın, ərəblərin oxuduğu kimi oxuyun. Və səyəci'u bə'di, Həzrət buyurdu, məndən sonra gələcək əqvamun, bir tayfalar, yuraccaunəl Qur'an, bunlar Qur'anı tərcih eləyərlər. Yəni Qur'anı oxuyanda qəlqələ eləyərlər boğazlarında. Tərcih əl-ğina. O ğina eləyənlərin tərcihi kimi. O ğina eləyənlər necə boğazda qaynadırlar səsi. Quran oxuyanlar da elə olacaq. Və Nuhəni necə qaynadırlar boğazda, o cür ellərlər. Və ruhbaniyə xristiyanların rahiblərinə aiddir. Xristiyanların rahibləri gedərdilər qıraq bir yerdə, dünyanı tərk eləyərdilər, tərk-i dünya olardılar və İncili götürərdilər, xüsusi bir səslə oxuyardılar ki, onlar kimi eləyərlər. Peyğəmbər buyurdu, məndən sonra bir tayfalar gələcək, bunlar Qur'anı bu cür oxuyarlar. Amma onların o oxuduqları Qur'an la yecuzu təraqihim, onların boğazlarından yuxarı gedməz. Yəni Həzrət bundan demək istəyir ki, onlar Qur'anın mənasını düşünməkdən, Qur'anı əməlləməkdən oxumazlar. Ancaq elə səs uzadıb gedəcəklər. Və o oxuduqları Qur'an da onlara heç bir faydası verməz. Yəni boğazlarından yuxarı keçməz. Qulubuhum məqlubətun, onların, o şəxslərin qəlbləri bağlanıb. Və qulubun mən yu'cibuhu şə'nihim, və o şəxslər ki, onlar bu cür əməllər eləyərlər, onların qəlbləri hamısı bağlanıbdır, açarlanıbdır. Yəni, onlar haqqı, ədaləti görməzlər. Elə Qur'anı götürəzlər, xüsusi bir səslə qaldırıb oxuyacaqlar və tərcih eləyərlər. Yəni, boğazlarında qəlqələ eləyərlər, cəhcə vurarlar. Bizdə deyirlər cəhcə vuracaqlar. Və o oxuduqları Qur'an da onlara heç bir fayda verməz, elə boğazlarından yuxarı gedməz. Necə ki, bizim ülfümüzdə deyirləri, filan kəs boş boğazlıq eləyir. Yəni, nə? Yəni, sözləri faydasızdır. Bunlar da, yəni, bu Qur'anın mənasını düşünmədən, ona əməlləməyi düşünmədən, ancaq elə bir dənə səs götürərlər, qışqırarlar və boğazlarında qəlqələ eləyəcəklər və heç bir xeyri də bunlara çatmayacaq. Elhamdülillah Rabbil aləmin.